Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi xoş gördük. Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bugün 28 Mart 2025-ci Bərdə Mal Bazarının çəkilişimizə başlamışıq. Özel bir video rolka hazırlayaq, baxın. Bu neçənci qarındır qardaş? 3. Balası çişi ha? Sütü ne kadardır? Baladan başka 12. Üşməmədən 12 litr. Para heyvandır. Ha? Bərdə Alpot kəndi. Lap gözəl. Qiyməti neçəyədir? 3500'ə. Balası neçə günlükdür? 10 günlük. Yemlə 12 litr. Kuru yoksa Kuru, daha içeride bak. göğe çıksa ne kadar verir? O da yalancı olan. Çıkartmamışsınız. Eşine kardeş, Allah hayırlı pazar versin. Hal-hazırda kardeş. Deməli 14 verir də 4'ündən bala. Her Mehmet'e bir örneğe 2 litre verir. 16, balasız 16 verir. Balasız 16 litr. Səhər akşam 2 litre de var. Səhər 2 litre, akşam 2 litre var. Allah hayır versin. Kardeşim bak böyle bir neyi var. Ama sosyala gelir o. Böyle. Bunun balası nedir? Dişi simental. Neyse günlüktü balası. Aksa 17, 18, 20 günlük tabii. 20 günlük. Neçənci qarındı heyvan? 5. 5. Haram arılı bu. Ağdam. Buradan Ağdamdaki izləyicilərimizin hər birini salamlayırıq. Sütü nə qədərdir? 15 lira. 15. Bala ilə balasız. Bir meme bala. Bir məmə balanda 15 litr. Yem verirsən? Nə verirsən yem? Arpa yemi. Aboynu. Qiyməti nədir bunun? 4000 manat verir. 4000'e deyirsən. Yəqin ki 38 zala gedir. İnşallah ki alan olsa alacaqsan. Allah hayırlı pazar versin. Kardeşim o böyle bir neyi var. Balası nədir bunun? Balası dişi. Dişi. Neçə günlük şu balası? Ay yarımı. Ay yarımlı. Sütü nə qədərdir bunun? Sürü 5 lira. 5. Səhər axşam. Aha. Yemlə yemsiz. Yok kurotun. Qurotma. Qiyməti nədir? Qiymətin 16 yarıma deyirəm. Dəqiq. Neçənci qarın? 5. 5-ci. Allah hayırlı pazar versin. Kardeşim o böyle bir neyi var. Balası çişidir bunu. Neçənci qarın? Sütü nə qədərdir? YouTube'a gedir. Koymada dedi. Balası çişi ha? Çişi. Ha? Acak. Saat şimdi bir 100 atarıq da ne? 100, 200. Qiyməti nə? 2'ye. Qiyməti 42'ye deyirik. 4200'e. Sütü nə qədər? 16 litre. Baladan başqa? Yok 4 memeye. 4 milyon 16 litr. Birinci qarın Bəli, bəli. ana heyvanı. Şimdi kaç? Allah xeyir versin. Kardeşim o böyle bir neyi var. Üçüncü qarındır. Balası dişidir.
Qaqa, bunun sütü nə qədərdir? Sütü 7 litr qardaş. 7 litr. Baladan başqa? Bala 3 əmcərindən 7 litr. Çək, problem yoxdur. Çək, ellə bu məndəsin. Olan kimsə qapsın belə. Qiyməti nədir? Qiyməti 24-ə deyirəm. 2400. Allah xeyirli bazarını versin. Kardeşim yok böyle bir ne var. Erkekli dişi balası. 15 litre su. 3 mamadan 4. 3 amca. Neçənci qarındı bu heyvanın? 4-cü. 4. Hara malıdır? Tərtər. Qəhrəman tərtər. Salam olsun. Görükür. Sayfam bağlanacak 10 çekme. Sayfam bağlanacak 10 çekme. 27. Bak 15 litre suda şərt. Qiyməti nədir? 2700. Bazar olsun. Çəkmirsən, bütün internet portalların qiymətini sən qaldırırsan. Neçənci qarındı bu camışın? İkinci bala. Erkek dişi. Dişidir balası. Hara malıdır? İsmailli malıdır. Buradan İsmail'deki izləyicilərimizə salam veririk. O birisi də singamışdı. Bəli, o bizdə. Sütü nə qədərdir bunun? 16 litrdir gün ərzində. 3 səhər, 3 axşam. 3 səhər, 3 axşam. Yem nə verirsən? Yem 30 yonca yerdə belə. Ailə heç nə Arpa vermirsən? yarması. Arpa yarması. Arpa yarması. Görən göy ot yesə sütün qaldırar. Qaldırır inşallah yazda qaldıracaq inşallah. Balası neçə aylıqdır? Ay yarımlıqda olmuşsun da saylıq satdı belə balası. Baladan başqa 6 litr. Bəli, hər bala. Səhər axşam 3 səhər 3 axşam. Bir onda balandır da. Bəli. Qiyməti nədir? 2800. 2800 manat. Süt alan olsa razı olsun. Bu neçənci qarındır bu? O da süt alan. Üçüncü baladır. Üçüncü balandır. Aha, Saylıq balası var altında. 3 aylıq balası var. Sütü nə qədərdir? 3 yarım. 3 yarım 4. Ne yaparsın kanka? Bros, ne yaparsın kanka? Bunun qiyməti nədir? 2500. 2500. 4000. 4000'ə. 4000 manat. Neçə illikdir o? 3 illik. 3 illik. Çək, çək, ha. Qapanla neçədir? Ona 360, 70 falan. 360-370 kilo. Satdı onu yoksa mı? Yox, aparıb qapana. Nömrə də görə getdi. Otuz bir, 31. Ha, 31. İsmail. İsmailli. Burası içeride ne? Erkekli balalar dişi. Balalar düşürdü. İkisininki de. Allah xeyir versin. Sağ ol qardaş, var ol. Böyle senin özünü de çekək. Çək qardaş. Yəqin ki videolarımıza baxırsan. İnşallah, ha, izləyirəm sizi. Allah xeyirli bazar versin. Balası neçə günlükdür bunun? 3. Ne kadar sütü var kardeş? Sütü ne kadardı güzel kardeş? 5. Kıymeti? Sen aktarır göz. 3 yarım. Görmüşsün be burada. Kıymeti 3 yarım. Pazardan gelen. 5. 95'te yapıyorum. 5 litre sütü var. Hemen de ben.
Şahsələr də götür reklama. 50 var. Erkek dişi karşı. Erkek çoxu. Qiymətləri Qiymətlər 850 ilə verərəm. 850 ilə. Bunlar neçə aylıqdır? Bunlar yaşından al deyir. Yaşından? Yaşından adlayır. Şu mallardı bu mallar. Buranın bazar ancaq açacaq. Aşağı mal verir, aşağı həyatı biranı verir. Demirəm ha. Yaxşıdır da, yaxşıdır, yaxşıdır. Abi biraz Dedim 8 ilə mal keçərək. İşi də deyir 6 Bakın bazar olsun. Neçeyle düştü usta? Var 950. 950 ilə. 50 dilim. Bombuna görə bildim 11. Orada mənim gələcəyim. Dokuz yüz elli. almırlar nədir onu? Omal sümüyə girdi. Hamısı dişiler. Kaka bazar olsun. Neçəli bu erkekler? Anlayayım. Alnı. Allah hayır versin. Bazar olsun. Ne var ne yok. Neçeynendir bunlar? Neçə? 1500 lira. Yani şimdi böyle veriyor bunlar. Ama oğlum. Yakın bir gitsin bana bir söz olsun. Bazar olsun. Tabii. Hayır, Neçeynendir bunlar? Bunlar 15 lira. yüzde galata verirsen Allah verir. Kardeşim o da şeyden ne olur ekran veren bunda. Yetimdi de kalın elimde. Arada buna verir. Çötler bunda bir reklamını bozan sayesinde. Ulan ben de reklam veren bunlar. Salam olsun herkese. Aleykümselam. Yok boşadım o zili. Öldüm çektim. Neçəli danaların? Analar bol qiymətə. Neçə? 14.50. Arak kuru taçı. Ya ben öldüm çektim. Al 14.50. Gel lan. Gel kırmızı ana. Al ana. Göster ha. Karanlıyım. Karan getir. Ben hala. Ha, onu belə çək. Lan şu bu sistem bunu gel. Abi talamı Estağfurullah. Olsun. Neçəyləndir? 1550. Sen rica ederim. He?
bir bakayım. Sen o zarafı. Ay bir yan çek. Ay yaptık gel. Elimin canına gel. Bırak ya. Bırak ya. Bırak ya. Sen derim. Bırak ya. Ay kurban olsun. Sen de ekranda koyacağım programı. 1550. Kaka kıymetler neçeylendi? 14 mu? Bugün Bərdə bazarından güzel bir video olarak hazırlayacağım. Sizler için bakarsınız. Tamam. Kaka neçeylendi bunlar? Böyle çok. Çok oldu. 1570 manat. Alıcılık ne terdi vapşe bazarda? Alıcılıq yaxşıdır. Qəşəng. Allah hamının ruzu bereketin Sağ versin. ol. Əlaqə nömrəsi verək. Alınma mallar da alıb satılır. Belə qanlar Füzulidən. Allah hayırlı bazar Sağ ol versin. qardaş, sağ ol. Kakam neçəli o şər oğlum? Ha? Biri 14.50 ile. Baba bilsin nerede? Nasıl? Pokola yukarıdan düzeltmişsen. Ne iyi oldu. Yok yok. Belaki bu arayla. Allah hayırlı bazar versin. Deməli dəyərli izləyicilərimiz, bizim Samux rayonu Tatlı kəndində bordağa gedən danalar var. Bir 35 tane. 8-20'ye Gəllər. dedik. Hamısını kömalan olsa o 8 manatdan verərik. Değer abi bak budu. Budu bak. Bir de diye budu yok sağcıydı. Yok. Ha orada diye ha 13 yarım kaldım annem elimde. Ha niye ağzınızda tek kafanı saklayın lan. Bu kardeşim olsun ne seviyor. Kakam kıyməti neçəli bazar olsun? 1350 ile. Ne seviyor? Ben gideyim oyun 18 14 ne merak. Bugünlük Bərdə bazarından bu qədər. Deməli Hacıqabıda qısar qoyunlarımız gəlib, erkək qoyunlar, birinci qarına. Yəni kim istəsə əlaqə saxlasın. İnşallah sizler için güzel bir video olur ki oradan da paylaşım edeceğim.
Allah alana da satana da xeyir versin. Hadi da. Bugünlük Bərdə bazarından bu qədər. Allah sizləri qorusun, Allaha əmanət olun. Gəncə şəhərində görüşmək ümidi. Sağ olun. Salam dəyərli izləyicilər, hər birinizin axşamınız xeyir, hər birinizi xoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Gördüyünüz kimi, bax belə danalarımız var, 35 dənə. Deməli, 180 kilodan 270 kiloya qədər diri çəkiləri. Gözəl qardaşlar, 8-20'yə deyirik. 35'in də götürən olsa 8 manatla. Çom. Kim neçəsini istəyir, yəni amma belə, yəni 5 dənə, 10 dənə götürən olsa 8-20'dan aşağı verməyəcəyik. Belə yəni çom götürən olsa 8 manatla verəcəyik. Əlaqə üçün 055 171 71 57 WhatsApp-ına yazın. Mən sizə qardaşın nömrəsini verəcəm. Danışıb gəlib alarsınız. Bax belə gözəl danalardır. 6 aydan gəlib heyvanlarımız. Yəni deyim biləsiniz 35 dənədir. 8-20 ilə belə satırıq. Yendirdik qiymətin. Çom götürən olsa 8 ilə. 35 dənə heyvandır. Heyvanlar da ki maşallah olsun. Biri birindən gözəl. Hal-hazırda. Buyurub baxa bilərsiniz. Əlaqə nömrəsi 055 171 71 57. Ünvanımız Samux rayon Tatlı kəndi. Gəncə şəhərinin böyründə. Görün nə gözəldilər. Salam dəyərli izləyicilər, hər birinizin axşamınız xeyir, hər birinizi xoş gördük. Bax belə 36 baş danamız var. 180 kilodan 270 kiloya qədər. Deməli dəyərli izləyicilərimiz, hal-hazırda 8 manat 20 qəpik elədik. 8 manat 20 qəpik. 35 dənədir. Hamısını götürən olsa endirim eləyəcəyik. 35 baş heyvandır. Bax bu gördüyünüz yerdə. Ünvanımız Samux rayon Tatlı kəndi. Əlaqə nömrəsi 050 571 71 57. Deməli gözəl qardaşlar. Hal-hazırda 35 baş heyvandır. Bax bu gördüyünüz yerdə. Qiymətləri isə 8 manat 20 qəpik elədik. Hamısını götürən olsa bir endirim eləyəcəyik genə. Tələsin. 050 571 71 57. 180 kilodan 270 kiloya qədər. Yəni çom üst-üstə 240-230 kilo ilə bağlıya. Hamısı. Qiymətləri 8 manat 20 qəpik elədik. Hamısını yenə deyirəm. Götürən olsa bir endirim eləyəcəyik. Bütöv 8 manatdan bağlayacağıq. Kim hamısını götürəsi olsa. En son qiymətini deyirəm. Yəni biləsiniz. 35 baş heyvandır. Buyurub baxa bilərsiniz. Salam dəyərli izləyicilər, hər birinizin axşamınız xeyir, hər birinizi xoş gördük. Deməli bax burada 14 baş heyvan var. 5'i boğazdı. 5'i. 9'u yəni maylandırmaq lazımdır. 5 dənəsi boğazdı. Xahiş edirəm YouTube kanallarımıza abunə olub like verməyi unutmayın. Qiymətləri
Deməli 8 ayından 9 ayına qədər boğaz heyvanlardır, 5 dənəsi. Qiyməti 3500 manat. Əlaqə nömrəsi 050 571 71 57. Hal-hazırda 9 dənəsi də mənim ayarlandırmaq lazımdır. Qiymətləri 3200 manat. Subaylar. Buyurub baxa bilərsiniz. Bax o da erkək var. Bax əlində bir dənə. Alıb qatmışıq içinə. Gözəl qardaşlar. Beş dənəsi boğazdır. 9'u isə maylandırmaq lazımdır. YouTube kanalı var. WhatsApp'da yazın, mən sizə cavab verəcəm. 050 571 71 57. Oldu gözəl qardaşlar. Ünvanımız Samux rayonu Tatlı kəndində. Gəncə şəhərinin böyründə. Salam dəyərli izləyicilər, hər birinizin axşamınız xeyir, hər birinizi xoş gördük. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi Samux rayonu Tatlı kəndində bax belə 35 baş danalarımız var. Qəşəng bordağa gedən. İçində bir 4-5 dənəsi böyükdür, nə bilim 100, elə bir 200 ilə 270'in arasındadır heyvanlar, diri çəkilər. Qiyməti 8 manat 50 qəpik. Gördüyünüz kimi. Bax belə ürəyiniz istəyən tam gözəl danalardır. Kimə neçəsi lazımdır, gəlib seçə bilər. Angusla qarışıq olanlar da var. 050 571 71 57 əlaqə saxlayın. Hal-hazırda 35 baş heyvandır. Bax gördüyünüz yerdə. Buyurub baxa bilərsiniz. Arıq danalardır. İçində simentanla qarışıq da var. 35 baş heyvandır. Cəmi. Buyurub baxa bilərsiniz. Samux rayonu Tatlı kəndində. Gör nə gözəldir bax. Angusla qarışıq. 35 dənə danalı bir şey. 200 ilə 270'in arasındadır gözəl qardaşlar. Yəni nə var onu deyirəm. Buyurun bakın. Tam sağlam, güzel hayvanlardı.